Bu manipulyasiya ilə bağlı bəzi şeylər demək istəyirəm. Yəni manipulyasiya məsələlərini yəqin ki Hikmət bəy və onun təmsil etdiyi partiya çox yaxşı bilir. Və Azərbaycanın demək olar ki, bütün mətbuatı, televiziya kanalları Azərbaycan hakimiyyətinin nəzarəti altındadır və nəzarət altında da fəaliyyət göstərir. Siz Azərbaycan televiziyası deyilsiniz, siz internet televiziyasısınız. Və bu məsələlərdə mənə qarşı belə bir iradın sürülməsi və mənim demədiyim fikirlərlə bağlı burada fikirlərin səsləndirilməsi məni təəccübləndirdi. Çünki mən Hikmət müəllimlə birinci dəfə deyil ki, debatdayam. O adətən belə davranmır. Amma nəyə görəsə bugün bu məsələlərə bu cür münasibət bildirdi. Mən heç kəsi məsum adlandırmadım və heç kəsi müdafiə etmədim. Konkret olaraq, deyək ki, İran ərazisindən Azərbaycanın Naxçıvanına birləşdirən, Naxçıvan-Azərbaycan əsas hissəsi ilə birləşdirən yolun çəkilməsi ilə əlaqədar. Mən dəfələrlə sual vermək istəyirəm. Sonra bəzən cəmiyyətdə belə bir gözlənti var ki, bəzən hökumətin rəsmilərin deyə bilmədiyi o neqativ faktları müxalif partiyalar daha yaxşı deyə bilərlər, daha effektiv deyə bilərlər. O baxımdan nəzərdə tuturam. Biz daha effektiv deyirik. Sadəcə onu görmək lazımdır. Sən Hikmət müəllimin burada mənə sual verməsi ki, siz də hesab edirsiniz ki, Qarabağ münaqişəsində müharibə avtoritar Azərbaycanla demokratik Ermənistan arasında gedən müharibədir fikrini, sualını mənə burada yönətməsi onu göstərir ki, Hikmət müəllim bizim dediyimiz fikirlər, bizim bu məsələlərlə bağlı mövqeyimizdən xəbərsizdir. Çünki sentyabr ayının 27-sində səhər saat 9-da Yeni Azərbaycan Partiyasından 7 saat əvvəl Müsavat Partiyası bu başlanan döyüş əməliyyatlarına münasibət bildirən bəyanat yayırdır. Bu bəyanatda biz göstərmişik ki, bu müharibə Ermənistanın qələmə verdiyi kimi avtoritar Azərbaycanla demokratik Ermənistan arasında olan müharibə deyil. Bu müharibə Azərbaycan üçün vətən müharibəsidir və ərazi bütövlüyü uğrunda gedən müharibədir. Yeri gəlmişkən 2-ci Qarabağ müharibəsi barədə vətən müharibəsi sözünü, ifadəsini ilk dəfə mən işlətmişəm. Və bizim bu yazımız saat təxminən 10-un yarısında Turan İnformasiya Agentliyi tərəfindən İngilis, Rus və digər dillərə də tərcümə olunaraq bütün dünyaya yayılıb və dünyanın bir çox nüfuzlu mətbuat orqanlarında yer alıbdır. Və bu baxımdan Azərbaycanın əsas müxalifət partiyası tərəfindən belə bir açıqlamanın verilməsi Azərbaycanla bağlı, bu müharibə ilə bağlı beynəlxalq birliyin fikrinin formalaşmasında mən hesab edirəm və əminəm ki, mühüm rol oynayıbdır.